Olmaz müəllimə, belə bir sual atmısınız. Baxaq, kərtənkələnin yumurtalığının yetişmə zonasında cəmi 12 hüceyrədə qütblərə bir xromatli xromosomlar çəkilir. Ümumiyyətlə kərtənkələnin yumurtalığı dişi heterogametdir. Bilirsiniz ki, yumurtalıq orada XY götürülür kərtənkələnin dişi fərdi. Və burada yetişmə zonası da meyozdur. Məsələn, deyək ki, meyoza daxil olan bir hüceyrədirsə, bu hüceyrə meyoz 1-in sonunda bir iri, bir də kiçik hüceyrə əmələ gətirir. Yəni, bu birinci dərəcəli yönəldici cisim və bir də iri hüceyrə yaradır. Təzədən bunlar da meyoz 2-yə girir və meyoz 2-nin sonunda bir qamet və eyni zamanda 3 dənə də kiçik yönəldici cisim əmələ gəlmiş olur. Bunları bilirik. Və buradan bizə məlum olur ki, bir xromatitli xromosomun çəkilməsi harda baş verir? Bax, bu 2 dənə meyoz 1-dən əmələ gələn hüceyrələr var. Bax, bu 2 dənə hüceyrədə, təzədən onlar meyoz 2-yə daxil olanda, bunlarda bir xromatitli xromosomlar qütblərə çəkilir. Məsələn, 2 xromatitli bunda çəkilir, bunda 2 xromatitli çəkilir. Amma meyoz 1-in sonundakı əmələ gəlir 2 hüceyrə, o 2 hüceyrədə qütblərə bir xromatitli xromosomlar çəkilir. İndi biz də bilirik ki, başlanğıc bir hüceyrədə, əgər qütblərə 2 hüceyrədə bir xromatitli xromosom çəkilərsə, bizə 12 hüceyrədə verir. 12 hüceyrəni bölürük 2-yə, eləyir 6 hüceyrə. Deməli, 6 dənə başlanğıc hüceyrə olubdur. 6 başlanğıc hüceyrə, 6 dənə qamet deməkdir. Məsələ bizə deyir ki, sonda əmələ gələn X cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu qametlərin sayı bir-birinə bərabərdir. Onda 6 hüceyrədirsə, 6 qamet yaranıbsa, 6 qametin 3-ü X-lidir, 3-ü də Y-li olmuş olur. İndi bizdən nə istəyir? Deyir, alınan yumurta hüceyrələrin neçəsində dişi fərd əmələ gələr və bu zaman neçə hüceyrədə qütblərə yalnız Y cinsi xromosomlar çəkilir. Deməli, alınan yumurta hüceyrələrin 3 X-lidir, 3 Y-lidir. Bax, bu 3 Y-li mayalanacaq və dişi fərd əmələ gələcək. Çünki kərtənkələ bilirik ki, dişisi heterogametdir. Ona görə 3 Y mayalananda dişi yaranmış olur. Deməli, yumurta hüceyrənin, dişilərin yaranması burada 3 dənə olmuş olacaqdır. Qütblərə yalnız Y cinsi xromosom çəkilməni necə bilərik? Bir dənə silin buranı. Deyək ki, meyoz prosesinə bir hüceyrə giribdir, XY şəklində. Və bu meyoz 1-in sonunda 2 hüceyrə əmələ gətirir. Hüceyrənin biri X-dir, digəri Y-li olur. Təzədən bunlar da meyoz 2-yə daxil olanda və bir iri qamet, yenə də 3 dənə yönəldici cisim əmələ gəlmiş olur. Deyək ki, bu X-lidirsə, bunun yönəldici cisimciyi də X-lidir. Bu Y-lidirsə, bunlar, 2 dənəsi də Y-li olmuş olur. İndi əgər bir hüceyrədə qütblərə yalnız Y çəkilən, bax, bu olacaqdır. Yəni, meyoz 1-in sonunda əmələ gələn o Y var, Y-li hüceyrə, onda qütblərə yalnız Y-li cinsiyyət xromosomu çəkiləcəkdir. Bunlar onsuz da əmələ gəlibdir də, bunlarda çəkilmir. Bu Y-də çəkilir və onun nəticəsində bu 2 dənəsi əmələ gəlir. Ona görə də bizim elə 6 qametimiz var. Bu fərqi yoxdur. Qamet X-lidir, Y-lidir, elə birində çəkiləcəkdir. Birində X çəkiləcəkdir, birində Y, yalnız Y çəkiləcəkdir. Ona görə də bizim elə 6 dənə qametimiz var idi deyə, 6 dənə belə hüceyrə götürəcəyik. Yəni, bir hüceyrədə əgər biri belə çəkilirsə, 6 qametdə də 6-sı çəkiləcəkdir. Ona görə cavab burada C bəndi gələcək.